Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün yeni bir sınav suallarının izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan yararlana bilərsiniz. Eyni zamanda MİQ və sertifikasiya imtahanlarına hazırlaşan ibtidai sinif müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. Yeni dərs qrupumuz aprel ayında aktiv olacaq və dərslər həftədə 4 dəfə tədris olunacaq. Dərslərimiz Zoom proqramı üzərində canlı olaraq tədris olunacaq və siz dərslərimizdən yararlana biləcəksiniz. Eyni zamanda həm MİQ, həm sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri bizim sınaq paketlərimizdən də yararlana biləcəklər. Sınaq paketimizin ümumi sayı 150-dən çox olacaq. Bu da proqram müddəti ərzində sizə lazım olan bütün sual tiplərini görmüş olacaqsınız və imtahanda heç bir çətinliyiniz olmayacaq. Əlavə məlumat üçün 051 644 31 54 nömrəsinə yaza bilərsiniz və dərs qruplarından yararlana bilərsiniz. Keçək suallarımıza. İlk sualımız belədir ki, yuvarlaqlaşdırdıqda 4300 alınan müxtəlif rəqəmli ən böyük natural ədədin onluq mərtəbə qiyməti ilə yüzlük mərtəbə vahidlərinin sayı ilə cəmi neçə edər? Demək, yuvarlaqlaşdırırıq, 4300 alınsın. 4300 alınması üçün üzərinə biz necə gəlirdik? 2 0 olduğuna görə sonda yüzlüyə qədər yuvarlaqlaşdırıb ən böyük ədədi tapanda 49 gəlirdik. 4349. Amma rəqəmləri müxtəlif dediyinə görə 4 ilə 3-ə toxunmuruq, qalır 4 ilə 3 yerində. 3 yaza bilmərik. Niyə? Çünki 4-dən yuxarı onsuz yaza bilmirik. Aşağı da 3-ü də yaza bilmirik. Eyni olur. 2 yaza bilərik. 9-a toxunmuruq, qalır yerində. 4329 bu şərti ödəyəcək və deyir ki, onluq mərtəbə qiyməti. Onluq mərtəbəsində 2 rəqəmi durub, bunun mərtəbə qiyməti 20-dir. Mərtəbə vahidinin sayı isə yüzlük mərtəbə vahidinin sayı. Təklik, onluq, yüzlük 3-dür. 20-nin üzərinə 3 gəlsə bizə verəcək 23. Doğru cavabımız olur B variantı. Növbəti sualımız 2 nömrəli sualdır. Deyir, fidan pulunun əvvəlcə 9-da 4 hissəsini, sonra isə pulunun 3-də 1 hissəsini xərclədi. Fidanın 360 manat pulu qalıbsa, əvvəlcə onun neçə manat pulu vardı? Bizə xərclənən yox, əldə qalan pul lazımdır. 9-da 4-ünü xərcləyibsə, tam hissə 9-da 9-dur. Bunun 9-da deməli 9-da 5-i qalacaq. 9-da 5-i qalacaq. Əgər bu adam 3-də 1-ni xərcləyibsə, 3-də x-i qalacaq. Və sonda necə olacaq? 9-da 5 vurulsun 3-də 2, nəticə nəyə bərabərdir? 360-a. Bu da bizə verər 27-də 10 hissəsi 360 olan ədədi tapırıq. 360-ı 27-yə vurub 10-a bölsək, x olacaq 972 manat. Cavabımız olacaq D variantı. Növbəti sualımız 3 nömrəli sualdır. Və deyir, 4 ardıcıl tək ədədin cəmi aşağıdakıların hansı ola bilməz? Ola bilməz istəyir. Bu suallardan imtahanlarda istifadə olunur. Ardıcıl tək və cüt ədədlər necə tapılır? X plus 2, x plus 4, x plus 6. Və nəticə nəyə bərabərdir? 4x plus 12 bərabərdir. Burada cavab variantlarını yoxlamaq lazımdır ən əsas. Məsələn, ilk cavab variantımız nədir? Məsələn, 1616-dır. 1616-dan 12-ni çıxırıq, 4-ə bölünür və ədədimiz tək olur. Deməli, bu ola bilər. Sonra 864. 864-dən 12 çıxıb 4-ə bölürük, tək ədəd alınır. Bu da ola bilir.
873-dən 12 çıxırıq. 4-ə bölünük. Tam ədəd düşdüyünə görə 873 bu cavab variantı ola bilməz. Yəni 4 ardıcıl tək ədədin cəmi ola bilməz. 592 ilə 608 də ola biləcək. Amma bizdən ola bilməyənləri soruşurdu. Cavabımız olacaq C variantı. Növbəti sual 4 nömrəli sualdır. Fərqlə çıxılanın cəmi 120-dir. Azalan fərqdən 8 dəfə çoxdur. Çıxılanın rəqəmləri cəmini tapın. Deməli, azalan, çıxılan fərq. Fərqlə çıxılanın cəmi 120-dir. Fərq x desək, çıxılan bundan 8 dəfə çoxdursa 8x olacaq. Fərqlə çıxılanın cəmi 120-dir. Azalan fərqdən 8 dəfə çoxdur. Azalan fərqdən 8 dəfə çoxdur. İndi baxaq. Deməli, fərqə x desəm, azalan 8x olar. Biz 8x-dən 7x-i çıxsaq, nəticə olacaq x. Hər birini tapdıq. Sonra fərqlə çıxılanın cəmi 120-dir. Fərqlə çıxılanın cəmi, yəni 7x-lə x-in cəmi neçəyə bərabərdir? 120-yə. X də 8x də bərabərdir 120-yə. X bərabərdir neçəyə? 15-ə. Və bizə deyir ki, çıxılanın rəqəmləri cəmi tapır. Çıxılana 7x demişik. 15-i vurarıq 7-yə. Bizə verəcək 105. 105-in də rəqəmləri cəmi bizə verəcək 6. Cavabımız olacaq B variantı. Növbəti sualımız 5 nömrəli sualdır. Eni 6 metr, hündürlüyü 42 desimetr olan divarı, ölçüləri 40 cm və 60 cm olan kafellə örtmək üçün neçə kafel lazımdır? 6 metrdirsə, 6 metrimiz olur 600 cm. Sonra 42 desimetrimizdirsə, bunu da santimetrə çevirsə 420 olacaq. Sahələrini taparıq. 600-ü vurarıq 420-yə, bölərik neçəyə? 40 vurulsun 60-a. Bunlar da ixtisar gedəcək. Nəticədə neçə qalacaq? 105. Cavabımız olacaq 105. Növbəti sual 6 nömrəli sualdır. Deyir, kvadrat daxilinə 4 tərəfinə də toxunan çevrə çəkilib. Kvadratın tərəfinin uzunluğu 3 mislindən çevrənin radiusunun 4 qatına çıxsaq 12 cm alınır. Kvadratın sahəsi neçə kvadrat santimetrdir? Deməli, kvadrat çəkirəm bir dənə. Bunun daxilinə çevrə çəkirəm. Hər tərəfdən toxunan deyir. Və radiusu neçə olacaq? X olacaq. Deyir ki, kvadratın tərəfi. Radius x-sa tərəf olacaq 2x. Çünki radius x-sa 2 misli diametrdir. Və kvadratın tərəfi oldu 2x. Bizə deyir ki, kvadratın tərəfinin uzunluğunun 3 mislindən. Yəni 2-nin 3 misli 6x-idir. Çıxsaq, radiusun 4 mislin 4x-i nəticədə 12 olar. 6x-dan 4x çıxanda 2x bərabərdir 12-yə, x də bərabərdir 6-ya. Kvadratın sahəsini istəyir bizdən. 6-nı 2-yə vursaq tərəf olacaq 12. Əgər kvadratın tərəfi 12-dirsə, 12-nin də kvadratı bizə verəcək neçə? 144 cm. Cavabımız D variantı. Növbəti sual 7 nömrəli sualdır. Kubun səthinin sahəsi 294 cm kvadratdır. Buna əsasən onun bir üzünün perimetri neçə santimetrdir? Biz bilirik ki, kubun tam səthinin sahəsi 6a kvadrat ilə hesablanır. 6a kvadratı bərabərdir 294-ə. A kvadrat da bərabərdir 294-ü 6-ya bölsək, bizə verəcək 49. Tərəf oldu A nəyə bərabər oldu? 7-yə.
Çünki 49-dan kök 7 çıxır. Bir üzünün perimetrində kvadratlardan ibarət olduğuna görə perimetri P bərabərdir 4 ad üstürüdür. 4'ü də vuracam 7, 28. Cavabımız olacaq B variantı. Növbəti sual 8 nömrəli sualdır. Deyir, Günay tək başına işi 15 günə, Rauf ilə birlikdə 6 günə yerinə yetirirlər. Rauf tək başına bu işi neçə günə yerinə yetirər? Deməli, Günay işləyir 15 gün, Rauf işləyir. Raufun iş gücü yoxdur. X-dir. İkisi birlikdə 6 günə yerinə yetirir. Biz o zaman tam işdən məlum işi çıxarıq, digər şəxsin gücünü taparıq. Yəni 6'da 1 çıxılsın 15'də 1 bərabərdir 1 bölünsün x-ə. Buradan 6'da 1'dən 15'də 1'i çıxanda ortaq məxrəc hər ikisinə gətirərik nəyi? 30. Buranı 5'ə vursaq olacaq 30'da 5 çıxılsın 30'da 2. Bərabərdir 1 bölünsün x-ə. X də bərabərdir 30'dan 30 gələcək bura. 5'dən də 2 çıxanda 3. 30 bölünsün 3 bərabərdir 10'a. Cavabımız olacaq C variantı. Çünki Raufun iş gücü olacaq 10. Növbəti sualımız 9 nömrəli sualdır. Deyir, mağazada soyuducunun qiymətini əvvəlcə 20% artırdılar. Bir müddət sonra alınan yeni qiymət 30% azaltdılar. Soyuducunun qiyməti əvvəlki qiymətlə müqayisədə necə dəyişdi? Deməli, bu malımızı götürərik 100% ilə. 20% artıranda olur 120. Sonra bunun 30% azaltdılar. 30%'ni tapsaq. Bölərik 100'ə. Yəni 36 olur. 120'dən çıxaram 36'nı. Qalacaq neçə? 84. Aha. Ən son qiymət 84'dür. Amma ilkin qiymət 100 idi. 100 ilə də 84 arasındakı fərqə baxırıq. 100'dən çıxırıq 84'ü. 16% azalır. Cavabımız olacaq B variantı. Növbəti sualımız 10 nömrəli sualdır. Deyir, 3 kiçikdir 2x plus 6, o da kiçikdir 23 bərabərsizliyini ödəyən natural ədədlərin sayını tapın. Biz natural ədədlərin sayını tapmaq üçün ilk öncə bərabərsizliyimizi sadələşdirək. Hər tərəfdən 6 çıxsam, olacaq -3 kiçikdir 2x kiçikdir 17'dən. Mənfi bizə lazım deyil artıq. Mənfi olduğuna görə natural ədədlərin sayını istəyir. 17'ni böləcəm 2'yə, düşəcək 8,5. Yəni x kiçikdir 8,5. Bizə natural ədədlər dediyinə görə 1'dən 8'ə qədər ədədlərimiz olacaq. Sayı da olacaq 8. Cavabımız B variantı. Növbəti sual 11'dir. 50 sırada başdan n-inci, sondan 6n minus 2-ci yerdədir. Sırada 81 nəfər adam olduğu məlumdursa, 50 başdan neçənci yerdə durur? Deməli, bu adam başdan n-incidir, sondan 6n minus 2'dir. Əgər tək şəxsdən söhbət gedirsə sırada, biz bunu necə yazırdıq? Sıranın əvvəli, üzərinə gəlir sonu, çıx 1 və bərabərdir saya. N plus 6n minus 2 tək şəxs olduğuna görə 1 çıxırıq, bərabər olur 81. N'ləri toplasaq 7n bərabərdir 81'in üzərinə 1 gəlirik və 2'ni gəlirik olur 84. N'imiz nəyə bərabər olur? 12'yə. Və sırada başdan biz n-inci demişdik. N'i tapdıq. 12. Cavabımız B variantı. Növbəti sual 12 nömrəli sualdır.
12 nömrəli sualda deyir 5-də 3 ton, üzərinə 4-də 1 sentner, üzərinə 12 kiloqram bərabərdir. X plus 5-də 2 ton. Bunların hamısını kiloqrama çevirək. 5-də 3 ton, 1 tonumuz 1000 kiloqramdır. Bunun 5-də 3-ü eləcək 600. Üzərinə 4-də 1 sentner, 1 sentnerimiz 100 kiloqramdır. Onun da 4-də 1-i 25 kiloqram. 12-də üzərinə gəlsək, bir də x üzərinə gəl 5-də 2 ton özü 400 kiloqram deməkdir. İndi bunların hamısını toplasaq olacaq 637 kiloqram bərabər olmalıdır x plus 400-ə. X nəyə bərabər olmalıdır? 637-dən 400 çıxanda 237 kiloqram olmalıdır. Amma kiloqram vermədiyinə görə 237-ni çevirəcəyik qrama. Cavabımız olacaq C variantı. Növbəti sual 13 nömrəli sualdır. Və deyir A məntəqəsindən avtobus və velosipedçi eyni vaxtda əks istiqamətdə hərəkətə başladı. Avtobusun sürəti 75 km/saat, velosipedçinin sürəti isə 45 km/saat olarsa, 4 saat 15 dəqiqə sonra onlar arasında məsafə nə qədərdir? V1 var 75, V2 var 45. Qarşı-qarşıya sürət əks istiqamətdə olduğuna görə sürətlər toplanılacaq. 75 ilə 45-i toplayırıq. Olur 120. Bu hansı zaman daxilində olub? 60 dəqiqə gedib 120. Bizə də 4 saat 15 dəqiqəmiz 255 dəqiqə elədiyinə görə x gedəcək. X də bərabərdir. 255-i vurursan 120-yə, bölürsən 60-a. 510 kilometr. Cavabımız E variantı. Keçirik növbəti suala. 14 nömrəli sual. Ata oğlundan 30 yaş böyükdür. Atanın yaşını oğlun yaşına bölsək, tamam qismətdə 3, qalıqda 6 alınır. Ata ilə oğlun 2 il sonraki yaşları cəmini tapın. Gəlin baxaq. Ata, oğul. Oğul x-sə ata bundan nə qədər böyükdür? 30 yaş böyükdür. İndi atanın yaşını, yəni x plus 30-u x-a bölsək, tamam qismətdə 3, qalıqda da 6 alınır. Bölünən, bölən, qismət, qalıq. Biz 3'ü vuracaq x-a, üzərinə də 6-nı gəlsə atanın yaşı olacaq. Yəni x plus 30 olacaq. Buradan baxsaq ki, deməli 3x-dən x-i çıxsaq 2x bərabərdir. 30-dan da 6 çıxanda 24. X də bərabərdir 12. Oğul 12, ata 42. Bunların ikisinin cəmi indi bizə verir 54. 2 ildən sonra ata da 2 il artar. 54'ün üzərinə 2 və 2-ni gəlirik. Olur neçə? 58 yaş. Cavabımız olur C variantı. Növbəti sualımız 15 nömrəli sualdır. MİQ imtahanlarında daha çox istifadə olunan sual tiplərindəndir. Deyir tutumu 720 litr olan çənin 8'də 3 hissəsi boşdur. Bu çənin 3'də 1 hissəsi dolması üçün çəndən neçə litr su boşaldılmalıdır? Deməli 720 litr boş doludur, çənin ümumi həcmidir. 8'də 3'ü boşdursa bizə 8'də 5'i lazımdır, dolu hissə lazımdır. 8'də 5'ini tapıram. Bu da bizə verir 450. Sonra bu çənin 3'də 1'i dolması üçün, yəni 720'nin 3'də 1'i dolması üçün neçə eləyəcək? 240 litr eləyir. Nə qədər su boşaltmaq lazımdır? 450'dən çıxırıq 240'a. Nəticədə 210 litr bizə lazım olacaq. B variantı. Növbəti sualımız 16 nömrəli sualdır. Ədədi 30'a böldükdə alınan nataman qismət
Alına biləcək ən kiçik qalıqdan 8 vahid çoxdur. Bu ədəd neçə ola bilər? Deməli, x bölürük 30-a bərabərdir. Alınan nahtaman qismət alına biləcək ən kiçik qalıqdan. Alına biləcək ən kiçik qalığımız 1-dir. 1-dən 8 vahid çoxdursa, olacaq 9. Və alına biləcək ən kiçik qalıq dediyinə görə biz bunu qalığı 1 götürəcəyik. Sonra bu ədəd neçə ola bilər? 30-u vurarıq 9-a, üzərinə də 1 gələrik. 271 olacaq. Cavabımız olacaq E variantı. Növbəti sualımız 17 nömrəli sualdır. Deyir 5 köynək, 4 şalvarın qiyməti 177 manat. 4 köynək, 5 şalvarın birlikdə qiyməti 183 manatdırsa, bir şalvar bir köynəkdən neçə manat bahadır? Aha. 5 köynək üzərinə 4 şalvar bərabərdir 177-yə. 4 şalvar üzərinə 5 köynək bərabərdir 183-ə. Sistem təmin elədik. Bu hissəni bərabərləşdirəcəyik. Olacaq. Yuxarını 5-ə vuracam. Aşağını 4-ə vuracam. Olacaq 25 köynək üzərinə 20 şalvar bərabərdir 885-ə. Aşağını 4-ə vuracam. 16 köynək üzərinə 20 şalvar bərabərdir 732. Və 20'lər gedir, tərəf-tərəf çıxıram. 25-dən də 16-nı çıxanda 9 köynək bərabərdir. 885-dən 732-ni çıxarıq. 153 qalar. Köynək nəyə bərabərdir? 17-yə. Köynək 17-dirsə, 17 manatdırsa, aparıb tənliyimizin yerinə yazarıq. 5 vurulsun 17, üzərinə 4 şalvar bərabərdir 177-yə. 17-ni 5-ə vursaq 85 edir. 177-dən 85-i çıxsa 4 şalvar bərabərdir neçəyə? 92 manata. Şalvar da özü bərabər olur 23 manata. Deməli, köynək 17, şalvar 23. Aradakı fərq lazımdır bizə. 23-dən çıxarıq 17-ni 6. Cavab C variantı. Növbəti sualımız 18 nömrəli sualdır. Deyir ki, aradakı məsafə çay boyunca 272 kilometrdir. İki limanda eyni vaxtda qarşı-qarşıya 2 teploxod yola düşür. Teploxodların sürətləri eynidir. Axın istiqamətində gedən teploxod 7 saata 140 km yol gedir. Çayın axma sürəti 3 km/saat olarsa, teploxodlar neçə saatdan sonra görüşəcəklər? Bizə burada əsas ipucu verib ki, axın istiqamətində, yəni axın ilə gedən 7 saata 140 gedirsə, 140-ı bölərik 7-yə, cavabımız olacaq 20. Bu nə deməkdir? Yəni, kater plus çay bərabərdir 20. Çay məlumdur 3-dürsə, katerdə olar 17. Axın istiqamətində bir dənə 20-dir. Axın əksinə isə 17-dən çıxacam 3-ü, 14 qalacaq. Deməli, əks istiqamətdə hərəkətdə başlayacaqlar. Eyni vaxtda qarşı-qarşıya. Deyək ki, 20 ilə gedən buradan gedir, 14 ilə də gələn buradan gəlir. İndi sürətlər toplanılacaq, olacaq 34. Məsafə nə qədərdir? 272 kilometr. Və 272-ni böləcəyik 34-ə. Cavabımız olacaq 8 saat. D variantı. Növbəti sual 19 nömrəli sualdır. Deyir, taxıl sahəsinin uzunluğu 1200 metr, enisi bundan 500 metr azdır. Taxıl sahəsinin hər hektarından 25 sentner məhsul yığılarsa, ümumi ərazindən nə qədər məhsul yığılar? Demək, uzunluq nə qədərdir? 1200-dür. Eni bundan 500 azdırsa, eni olacaq 700 metr.
Sahəni tapaq ilk öncə. Eni uzunluğa vurub böləcəyik hektara çevirmək üçün 10.000-ə böləcəm. Bərabərdir. Nə qədər olar? 84 hektar olar. Aha. Hər hektardan 25 sentner məhsul yığılırsa, 25-i vuracağım 84-ə. Nəticədə 2100 sentner yığılacaq. 2100. Amma bizə cavablarda tonla verdiyinə görə 1 sentnerimiz və yaxud 1 tonumuz 10 sentner olduğuna görə 2100-ü bölürük 10-a. Olur 210. Cavabımız olur C variantı. Növbəti sual 20 nömrəli sualdır. 30 üzərinə 120 yəni möhtərizədə böl 6x minus 50 böl 2 plus 5 bərabərdir 50-yə. Bərabərliyin kökünün 2 mislini tapın. 50-dən 30-u çıxıram 20. 20-dən 5 çıxıram 15. 120-ni 15-ə bölsək 8. 8-i 2-yə vuracam 16. 16-nın üstünə 50 gələcəm 66. 66-nı 6-ya böləcəm 11. X-in qiymətini tapdıq 11. Və kökünün 2 mislini deyirdi. 11-i də vuraram 2-yə 22. Cavabımız olacaq D variantı. Bu tipli videoların davamlı olmasını istəyirsinizsə kanalımıza abunə olun və video izahları müəllim yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.